Dövrün əsas çağırışlarından biri də uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qorunmasıdır. Təhsil, əyləncə və ünsiyyət imkanları yaradan internet həm də müəyyən risklər daşıyır. Ölkədə rəqəmsal inkişafın sürətləndirilməsi məqsədi ilə müxtəlif dövlət proqramları qəbul olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası yaradılıb. Bugün uşaqların rəqəmsal təhlükəsizliyi gündəmin ən mühüm məsələlərindəndir. Azərbaycanda sosial şəbəkələrin istifadəsi ildən ilə artır. İnternet istifadəçilərin böyük hissəsini isə yeniyetmələr və uşaqlar təşkil edir. Maraqlıdır. Məktəblilər gün ərzində daha çox vaxtlarını nəyə sərf edirlər? Mən onlayn oyun oynayanda təhlükə ilə qarşılaşmamışam. Amma dələduzdan zəng eləmişdi bir dəfə. Bilmədiyimiz linklərə toxunmaq olmaz. Daha çox dərsə vaxtlarsan, yoxsa sosial şəbəkələrə, onlayn oyunlara? Sosial şəbəkələrə. Və sosial şəbəkələrin təhlükələrindən xəbərin var? Bəli, üzləşmişəm. Nə kimi təhdid edirlər? Evə gələrəm, yerimi tanıyıram. Daha çox dərsə vaxt ayırırsan, yoxsa sosial şəbəkələrə? Yəni sosial şəbəkələrdə, yəni oyunlar, ən çox oyun. Nə oyunlar oynayırsan? Ən azı PUBG Mobile oynayıram, bir də Roblox. Ən çox oyunlar kompüter oyunları marağımı çəkir. Gün ərzində təxminən neçə saat sosial şəbəkələrdə vaxt keçirirsən? Gün ərzində 2 saat falan. Ailəm də elə qada qoyublar ki, televizordan başqa həftə içləri telefona, kompüterə baxmaq olmaz. Amma həftə sonları isə icazə verirlər. Uşaqların və yeniyetmələrin sosial şəbəkələr və onlayn oyunlara göstərdiyi maraq göz qabağındadır. Mövzunu şərh edən millət vəkili Jalə Əliyevanın sözlərinə görə kiber təhdidlərin, zorakılıq məzmunlu oyunların vüsət aldığını nəzərə alsaq, ölkədə uşaqların rəqəmsal dünyada təhlükəsizliyi ilə bağlı həyəcan təbili çalınır. Kitab oxumaq mədəniyyəti haradasa sıfıra enib. Bunun əvəzinə onlara hazır şəkildə verilmiş məhsullar və təəssüflər olsun ki, çox vaxt psixikanı pozan, çox vaxt yanlış addımlara sövq edən hazır məhsullar virtual məkanda təqdim edilən məhsullardan istifadə edilir ki, bu da uşaqlarımızın düşünürəm ki, mənəviyyatdan çox böyük bir ziyan vurur. Artıq qanun qəbul edilib, bu qanunun tətbiqinə doğru yəni artıq addımlar atılır və düşünürəm ki, bu qanunun tam olaraq tətbiq edilməsi də müəyyən bir köməklik göstərəcəkdir. Artıq uşaqların rəqəmsal mühitdə üzləşdiyi təhlükələr insan hüquqları müstəvisində qiymətləndirilməli olan məsələyə çevrilib. Bugün uşaqlar tərəfindən istifadə olunan platformalarda uşaqlar üçün yaş məhdudiyyətlərinin formal xarakter daşıması, eyni zamanda səmərəli nəzarət mexanizmlərinin olmaması, həmçinin uşaqların xüsusilə də şəxsi məlumatlarının qorunması sayəsində olan boşluqlar, bütün bunlar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır. Yeri gəlmişkən Avstraliya, İspaniya, Türkiyə kimi ölkələrdə rəqəmsal dünyada təhlükəsizliyin təmin olunması ilə bağlı konkret məhdudiyyətlər artıq tətbiq edilir. Bu sıraya qoşulacaq ölkələrin sayının artacağı istisna edilmir. Hazırda Almaniyada uşaq və yeniyetmələrlə işləyən qurumları, həmçinin valideynləri narahat edən əsas məsələlərdən biri, bəlkə də elə birincisi, rəqəmsal sferanın, sosial şəbəkələrin uşaq və yeniyetmələrə çox mənfi təsiridir. Bu geniş müzakirə olunur, həm pedaqoji sahələrdə, həm sosial sahədə, həm siyasi sahədə və layihələr hazırlanır. Çox güman ki, yaxın günlərdə, yaxın vaxtda Almaniyada da bəzi məhdudiyyətlər qanuna salınacaq. Göründüyü kimi, rəqəmsal aləm sərhəd tanımadığı kimi onun neqativ hallarına qarşı mübarizə də qlobal şəkildə aparılır. Əslində, uğurlu nəticəni də elə bu yollarla əldə etmək olar. Ülkər Əliyeva, Şahin Abbasov, Şəhriyar Əhmədli, Elvin Muradov, ATV Xəbər.